Salam əziz izləyicilər. Mən Sənəm Əliyeva, təhsil mütəxəssisiyəm, beynəlxalq təcrübəyə malikəm və 2016-cı ildə Estoniyada təhsil sahəsi üzrə ilin adamı seçilmişəm. Sizə dəstək olmaq istəyirik. Bugün sizinlə öz təcrübəmi bölüşürəm. Dəyərli həmkarlar, bugünkü görüşümüzdə sizə bəlkə bütün dünyada ən yaralı mövzulardan biri olan, təhsil sahəsinin ən yaralı mövzularından biri olan valideynlərlə iş prinsiplərindən danışmaq istəyirəm. Təbii ki, bəzən münasibətlərdə hər iki tərəf bir-birini günahlandırır. Lakin münasibətləri bir qədər düzgün tənzimləyəndə bu aradakı narazıçılığın qaldırılmasına biz nail ola bilərik. Mən bugün sizə bir müəllim kimi uzun müddət bağçada müəllim işləmişəm. Bir müəllim kimi bir neçə örnək verəcəyəm. Tam dərinə getmədən, heç bir alimin fikrini istifadə etmədən bir müəllim kimi bunları öz işlərinizdə istifadə edə bilərsiniz. Mənim üçün birinci əsas şərt valideynlərlə bir sərhədin qoyulması idi. Valideynlə mənim aramda mütləq şəkildə bütün pedaqoqun arasında bir rəsmi münasibət olmalıdır. Çalışın bu rəsmiliyi qoruyun, o rəsmi münasibəti keçməyin, siz deyərək müraciət edin, valideynin şəxsiyyətinə hörmət edin və onun sizin şəxsiyyətinizə hörmət etməyinə nail olun. Hər dəfə valideynlə çıxış edəndə özünüzü həmişə elmi sözlərlə yükləyin, nitqinizi. Yəni o anlasın ki, sizin danışdıqlarınız, sizin bilik və bacarığınızın bir elmə əsaslandığını hiss etsin və siz müəllim nüfuzunuzu ona göstərdikcə və onun sizə özgüvəni artdıqca, inanın ki, bu münasibətlər bir qədər yumşalmağa gətirib çıxaracaq. Heç də özünüzü heç zaman günahlandırmır. Az-çox mən təcrübələrlə tanış olmuşam. Bütün dünyada müəllim və valideyn arasında münasibətlər bir qədər gərgindir. İkinci, mən maraqlı bir fakt üzərində, bir təcrübə üzərində dayanmaq istəyərəm. Hər yerdə bu belədir. Uşağın dəyərləndirilməsi gedir. Bu, uşaq qrupa qəbul olunanda baş verir. Tutaq ki, avqust-sentyabr aylarında və bir də tədris ilinin sonuna yaxın may ayında müəyyən dəyərləndirmə meyarları var. Siz müşahidə aparırsınız və uşağı dəyərləndirirsiniz. Bu, bizim əlimizdə olan sənəddir. Bu sənədi ciddi riayət edin və sənədi uşağın portfolyosuna dikin mütləq şəkildə. Onun bir çox rəsm əsərlərini əlavə edin, bağçada işlədiyi aplikasiyalar əlavə edin. Daha başqa bir fikirləriniz varsa, o uşağın mən birinci çıxışımda qeyd etmişdim ki, uşağın mütləq şəkildə zəif və güclü tərəfləri var. Onları da sənədləşdirin. Çünki mən sizə çox məsləhət verərdim. Valideyn iclası valideynlərlə iş prinsiplərinin bir bəndidir. Lakin biz valideyn iclasında ümumi olaraq danışırıq və ayrı-ayrı uşaqların nə xarakterinə, nə inkişaf yollarına toxunmağa ixtiyarımız yoxdur. Bunun üçün biz uşaq inkişaf söhbətlərindən istifadə edə bilərik ki, bu dünya praktikasında çox geniş istifadə olunur. Uşaq inkişaf söhbətləri nədir soruşsanız, deyərəm ki, bu mart-aprel-may ayında siz hər bir valideyni yarım saatlıq görüşə dəvət edə bilərsiniz. Bu görüşdə ya ata, ya ana iştirak edə bilər. Bu görüşdə nənə, baba da iştirak edə bilər, əgər onların arzusu varsa. Amma sizin bu görüşə hazırlaşmağınızdan çox şey asılıdır, dəyərli həmkarlar. Mən şəxsən necə hazırlaşırdım, onu sizə deyərəm. Mən bu görüşə çox xüsusi bir hazırlıq aparırdım, çox gözəl giyinirdim. Saçımı çox gözəl saç düzümündə edirdim, otağı gözəl havalandırırdım, gözəl bir masa hazırlayırdım, 2 şam yandırırdım, qəhvə dəmləyirdim, çünki mən xaricdə çalışmışam, onlar qəhvəni daha çox içir. Sizin halda çay dəmləyə bilərsiniz, Azərbaycan çayı, bir su qoyurdum masa üzərinə və çox gülər bir üzlə qapıya gedib, onları qapıda qarşılayırdım. Və inanın mənə, mütləq sizə bu sual veriləcək. Müəllimə, bugün nə gözəl görünürsünüz? Və siz də o suala, mən bugün məxsusi sizin üçün hazırlaşmışam deyəcəksiniz. Çünki o hiss edəcək ki, burada onu gözləyən var. Əgər insan hiss edir ki, gəldiyi evdə bağçanın bu qrupun sahibi mənəm, valideyn qonaqdır. Heç vaxt o mənə diktə edə bilməz. Və o hiss etməlidir ki, qonaq kimi gözləniləndir. Və əgər o bunu hiss edərsə, o zaman onu artıq siz biraz kobud çıxacaq bəlkə bu ifadə, özünüzə tərəf çəkmiş olacaqsınız. Və o zaman uşağın bütün problemlərindən də, yaxşı tərəflərindən də, pis cəhətlərindən də çox ürəklə danışacaqsınız. Çünki artıq o başa düşdü ki, siz onun dostusunuz.
Siz uşağı da, onu da böyük dəyər verirsiniz. Hər ikisini sevirsiniz və bugünkü söhbət də məhz uşağın yaxşılığı üçündür. Onun inkişaf söhbətidir. Və başlayanda bunu artıq siz hamınız bilirsiniz. Uşağın güclü tərəflərindən başlamalıyıq. Onun güclü tərəflərini vurğulamalıyıq. Valideynə təşəkkür etməliyik. Çünki o əmək verir bu işə. Çünki ata və ana hər gün səhər tezdən işə gedir. Pul qazanmaq üçün əlləşir, vuruşur və biz bütün bunları gördüyümüzü ona deməliyik ki, siz nə qədər bu işə əməl sərf edirsiniz və biz buna dəyər veririk və sizə bugün yardım olmaq istəyirik. Və bundan sonra uşağın yavaş-yavaş, axıcı bir fonla keçirsiniz uşağın problemlərinə. İnanın mənə, özgüvən yaradıb, valideyni özünə tərəf çəkəndə onun hər bir problemindən uşağın çox ürəklə danışa bilərsiniz.